Hər vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq Premier Liqanın 3-cü turunun günün qapanış maçı Repro, Unity və Oğuz Edo komandaları qarşıdurmasını izləyəcək. Artıq hakimin də start səsləndirilir. Hər iki komandalara uğurlar arzulayırıq. Ümid var ki, bol qollu, haqlı, ədalətli, gözəl bir maç bizləri gözləyir. Gəlin, heyətlərlə sizləri tanış edək. Repro Unity komandasının heyətləri belədir. Qapıda 1 Ramin, 33 Omran Müsənnə, 45 İntiqam, 39 Ceyhun, 17 Ələskər Əskərov, 11 Emin Orucov, 77 Zahir, 5 Sədi, 10 Eyüp Əfəndiyev. Oğuz Edo komandasının heyətləri belədir. Qapıda 1 İzzət, 3 Mahmud, 8 Səbuhi, 7 Bilal, 20 Elvin, 10 Vüsal, 11 Talib, 5 Enar. Bu olaraq bənövşəkli formada Repro Unity komandası, ağlı qaralı formada isə Oğuz Edo komandası meydanda mübarizə aparır. Müsənnə, Səbuhi ilə mübarizəsi out qazanır Repro Unity. Repro Unity'dən hücum həmləsi Enar uzaqlaşdırır, amma qayda pozuntusu var. Yox, qaptan zərbəyə işarə edir hakim. Rəfətdən meydanı tərk edib. Elvin. Ünvansızdır. Emin Orucov. Sağ zanlı oynadı qalış iperilə. Enar geridən qarşılayır. Və Elvinə qarşı qayda pozur. Mahmud. Out. Bilal. Sağ zan İzzət. Baxır qapıya, zərbə indirdi. Emin Orucovdan blok gəlir. Əfəndiyev. Zərbəsi yerdə idi. Enar. Əkiz doğru Elvin. Şıfırlandı. Girdi topu Eyüp Əfəndiyev. Emin Orucov. Sağ ağzına ötürmə gəldi. Omran Müsənnə bir rəqibini keçir. Omranın zərbəsi İzzət qaydan. Top zərbə. Qeyri-dəqiq alınır Zahirdən. Elvin. İzzət. Bilal istiqamətində yaxdıra bilmədi özünü. Out. İntiqam. Solzuna. Emil. Zahir. Boşluq axtarı ötürmə etmək üçün yanında Emil Orucovla oynayır. İntiqam. Ötürməsi Enardan keçmir. Ramin. Əfəndiyevdən tək toxmuş ötürmə Emil. İsmiranın ötürməsi. İntiqam. Girir geriyə. İntiqam. Sağsına Ramin. Əfəndiyev. İntiqamla oynadı. Baxdı qapıya, qüvvətli zərbə, yaxın künc bağlı idi artıq İzzət tərəfindən. Eyüp Əfəndiyev. Zərbə qüvvətli, təhlükəli, lakin qeyri-dəqiqdir.
Omran. Aminlə oynadı. İntiqam. İntiqamla zərbə gəlir. Qeydəyi bir zərbə oldu. İzzət. Vüsal. Alt kazandırdı. Enar. İzzət. Səbahi. Şökün ünvanına çatmadı. İntiqam. Fənciyev. Yenidən İntiqam. Blok gəldi zərbəsinə. Vüsal. Sağ Bilal. Bilal sürətlənir. İki bucaqdan zərbə. Qapısı yaxın güncü bağlamışdı. Gün zərbəsi yerinə getirilir. Enar gəlişinə zərbə. Blok qoyulur. Daha bir korner. Səboy. Türmə yaxşı idi Elfin. Türməsi amma başda zərbə Bilaldan yaxşı olmalı. Fənciyev. Emil Orucov. Zahir oynadı. Zahir flandı. Baxır boşluq axtarışında zərbə mövqeyi axtardı. İndi zərbə indirdi. Zeyf zərbədə olsa təhlükəli olur. Bilal. Bilal'ın zərbəsi. Ramil. Dəf elədi. Nə baş verir? Bilal zədələnir. Ay vay vay. Oğuzedo komandasına isə belə özləmirdik. İlkən dəqiqələrdə belə zədə isə yaxşı olmalı. Və Bilal meydanı tərk edir. Çox təəssüf. Var ki, ciddi olmaz eləsi, yenidən meydana qaydar. Əvəzinə isə Talib meydana daxil olub. Məsələ indi toplanır. Səboy yenidən Talib. Səboy. Sola ötürmə çatmadı. Emil Orucov. Omran. Rami. Yenidən Omran'la oynuyor. Omran'la zərbəsi. Qapının üzərindən keçir. Yenidən oyuna davam edirik. Talib. İzzətlə oynadı yanda. Qeyri-dəyə götürmə olur İzzətdən. Rami. Solcuna Omran, diaqonal ötürmə. Zahir istədiyi kimi Rami edə bilmədi topu. Fənciyev anidən boşluqda onu yaxşı görürlər, amma bir qədər qeyri-dəqiq zərbə indirdi. Omran çəkildi geriyə. Enar auto yolladı başda topu. Zahirin zərbəsinə blok Talibdan. Bizim geridən başlayacaq. Repro Unity komandası tərəfindən İntiqam. Rami. Fənciyev. Omran Müsənnə. Keçmədə ötürmə. Vüsal. Vüsal. Silir topu. Eyübdən sağsına Zahir. Öküncdən zərbə.
Omran. Omranın zərbəsi təhlükəli alındı. Amma qaptan yan keçir zərbə. Səboy. Üsal. Talab. Para götürməsi ağzına Elfin. Enar oynadı. Birdən Talab. Özünə hıyla oynayır. Enar. Solzuna. Sağ. Yenidən Enarda oynadı. İzzət də qoşulub artıq oyuna. 6-cı oyuncu qismində. Mən niyə bugün artıq oyuncu sözünə oyuncu deyə bilirəm. Özümdə başa düşə bilmirəm. Enar. Diaqanal ötürməz Səboy çata bilmədi. Emil. Rami. Yavaş mərkəzə doğru yaxınlaşır Repro Unity komandası. Rami. Fənciyevdən tək toxmuş ötürmə İntiqam. İntiqam. Solzuna ötürmə və Omrana zərbə indirirdi sanki. Durma yox. Elfin. Hava ötürməsi Vüsal. Davam edə bilmədi. Rami. Solzuna Emil Oruçov. Sürətlənməyə çalışır. Girdi topu və Fənciyev köməyinə gəlir Emil Oruçovun. Eyüp topladır. İntiqam. Zahir. İntiqam. Rami. Emil Oruçov. Oruçov! Ve savaşçılar maçta. Emil Oruçov. Sol ayağa açılmışsa, aha, vara müraciət oldu. Vara müraciət olunduqdan sonra qol qərarı ləğv olmur. Dəyişmir qol qərarı. Qanunlar. Savaşır Repro Unity. İntiqam. İntiqamın zərbəsi İzzət. Əhv edir. Eyüp Əfəndiyev və İzzətdən gözəl refleks. Gözəl reydlər və gözəl zərbəyə layiqli cavab verir. Səri. Eyüp Əfəndiyev. Eyüp'un zərbəsi öz komanda yoldaşı blok koydu. Daha bir zərbə və İzzət. Şans vermədi. Yanlıq qoldan sonra təzyiqləri artırmağa başladı. Repro Unity. Darüşün zərbəsi. Sədi. Son toxmuş Sədi'dəndir. Bir qədər də time-out ayrılır. Invita a tu amiga por si acaso. Time-out yekunlaşır. Yenidən oyuna davam. Talab. İzzət. Buna uzaqlaşdırdılar.
Sədi başlar qarşılayır. Və Bilal artıq meydana qayıdıb. Zədəsi ciddi deyil, yəsən. Sağ. Yanda İzzətlə oynadı. Elfin. Sağ. Şənəfənin arkasına sıyırırlar. Talab. Altı uzaqlaşdırırlar. Sağ. İzzət. Edən Vüsal'la oynadı. Uzun ötürmə. Başla zərbə Bilal'da qapının üzərindən keçir. Emil Orucov, Rami. İntiqam. Out. Efendiyev. Sağ İntiqam. Daha bir out. Sədi. İntiqam. Müdafiə arxasında planlaşdırmış ötürmə. Ünvanına çatmadı. Talab. Yenidən İzzətlə oynayır. Emil Orucov. Rami. Risk etmir, uzaqlaşdırır. İzzət. İzzət top ayağına oturmadı, qapı boşdur. İmkan vermədilər, Sədinə daha zərgən verməsin. Elvin. Out. İzzət. Sağ. İzzət. Bərabərlik qolu axtarışındadır. Oğuz Edo komandası. Emil Orucov. İntiqam. Taban ötürməsi Omran Müsənnə. Omran 2 nəfərin atəsindən çıxır və İzzət. Emil. Eyüp. Çıxa bilmədi 2 nəfərin atəsindən. İntiqam. Əfəndiyevlə bir-birlərini yaxşı başa düşürlər. Əfəndiyev Sədi. Səliqəsiz ötürmə alında bir qədər. Talab. Vüsal. Anda İzzət. İkiz doğru Talab. Artıq hərəkəti idi. Mərkəzdə belə top itkiləri çox təhlükəli alınır. Emil. Rami. Daha doğrusu Eyüp Əfəndiyev. Əşəz doğru, yaxşı çıxdı müdafiədən Repro Unity. Sədi, söz gəliblər. İntiqam. Emil Orucov'da oynayır. Yenidən İntiqam. Pauz edir. Omran. Əfəndiyev tək toxmuş ötürmə. İntiqam. Bir reyl gəldi İntiqamla. Yox, imkan vermirlər zərbə mövqeyində. Top ikisi var, əksü məmləsi. Bilal. Belə bir fürsət əldən qaçır. Enar. Yanda Talab oynadı. Yenidən Enar. Sal. İzzət. Və belə ilə ilk hissəni final fiti səsləndirilir. Birinci hissəni
Repro Unity komandasına 1-0 hesabı üstünlüyü yeşunlaşdırır. Birinci sırasında mən idim şəhsinə Seyid Ərsənli. Növbəti sırada görüşmək ümidilə. Hələlik deyirəm. Yenə də hər vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq ikinci hissənin start fiti səsləndirilir. Bir daha uğurlar arzuluyuq hər iki komandaya bu maraqlı maçda. İlk hissənin nəticəsi isə Repro Unity-nin heyətində komanda 11 nömrəsi Emil Orucovun vurduğu tək qolla yekunlaşdırdıq. Oğuz-Edo komandası ilə mübarizədə artıq ona görə ikinci hissədə buraxılan bu bir qolun əvəzinə çıxa biləcəklərmi Oğuz-Edo komandası artıq bizə zaman göstərəcək. İntiqam. Sol cana ötürməkdir Omran. Korner. Yox, qaptan sərbəyə işarə edir hakim. İzzət. Bilal. Enar altı yoldan topu. Əfəndiyev. Davan ötürməsi Emil Orucov. Omran. İntiqamla oynadı. İntiqamlar ötürməsi İzzət topu tutur. Enar. Girdilər topu. İntiqam zərbə indirir. Qapıdan yan kəsdi. Eyvə Əfəndiyev. Topa müdaxilə etmək istəyərkən bir sual. Eyvə Əfəndiyevin ayağına zərbə indirir. Rami. Heç getmədi, uzaqlaşdırdı. Elvin. Faul qərarı gəlir. İzzət. Enar. Enardan məsuliyyət top meydanı tərk edir. Eyüp. Omran paralel ötürməsi ağzına. Emil Orucov. Diagonal ötürmə gəldi. İntiqam və gol! 2-0 olur hesab. Zahir fərqlənir. Enar. Fol. Enara qarşı qayda pozulub. Qayda pozuntusuna məruz qalan oyuncu. Enar topun gəlisinə 2 nəfərdən ibarət sanıldı. Səhv qurulub. Tapşırıq idi bu. Bitirməklə başladılar sadəcə. Talab. Qayda pozuldu. Zahir. Zahir. Sərbə. Anki istiqatda. Omran. Zahir. İntiqam Omran. Sağdan Emil. Tək toxunuşu ötürüm Omran.
Fənciyev çəkildi geriyə, tamamilə geriyə çəkildilər. Fənciyev Vüsal Vüsal və gol! İtirazlar var. Vara baxılacaq deyəsən. Vara baxıldıqdan sonra qol qərarı ləğv olunur. Fənciyevə qarşı şovuzluq var Lenar tərəfindən. Top meydanda qalır. Və faul. Sağ Səddən pressing var idi. Savaşdırılar arka. Rami. Və son anda boş qapıdan çıxardırlar topu. İçəri doğru bir asma, Bilal başla ötürməsi ünvanına çatmır. Emil Orucov. Orucov ötürmə edir. Emil ya. Birdən Zahiri fikirləşmişdi. İzzət. Məşəzi doğru yaxınlaşır. Out. Emil Orucov. İzzətdən tək toxunuşda ötürmə qeyridə bir ötürmə olur. İntiqam. Omran. Qapıdan zərbə. İzzət. Edən Vüsal. Talab. Əkiz doğru Enardan tək toxunuşda İzzətə. Vüsal. İzzətlə qoşurlar oyuna. Bilal və Ramin reaksiya. Özəl alınır. İzzət. Vüsal topladır. Qarşısında Omran. Çəkildi geriyə. Enar. Arın zərbəsi və Elvinlə top geri dönür. Sədi gözləmədi Elvinlə topu gələcəyini. Talab. Sədi alta yollayır topu. Və Fənciyev Repro Unity komandasına hücum əmləsi Omran Müsənlə yaxşı görür, amma korner. Yox, son toxunuş Omranın özündə olur. Sağ ol. Yox. Rami. Sağsına Zahir. Out. Yox. Omran.
Blok gəldi zərbəsi Omranın. Emil Orucov öz nahil oynadı. Sədi və İzzət. Yaxın güncə tamamilə bağlamışdı. Eyüp. Cəməsi Enardan keçmir. Alt yerinə yetirəcək Əfəndiyev. Daha bir alt. Zahirin zərbəsinə də Elvindən blok gəlir. Emil Orucov təhlükəli zərbə endirmişdi. Yaxın güncə lakin bir qədər dəqiqlik çatmır. Emil Omran bir dəyə götürmə oldu Omrandan. Qalab Enar Sal Qayda pozulur Sal edir. Enar Elvin daha bir qayda pozuntusu. Enar İzzət İzzət də qüvvətli zərbə Ramin dəf edir. Qaydan topa zərbə edirən olmadı. Enar etmək üçün boş mövqe axtarır. Out, Eyüp Əfəndiyevdən top meydanı tərk edir. Enar Emil Orucov qarşıladı. Out. Sədi Omran Solzuna Əfəndiyev Ceyhun istiqamətini ötürmək yaxşı idi, amma zərbə qeyri-dəqiqdir. Elvin Hücum diaqonalı ötürməsi Əfəndiyev qarşıladı. Ceyhun Əlloy Emil Orucov Keçdi bir rəqibini Orucov Türməli Ceyhun və İzzət Kornerə yollayır topu. Ceyhun Sədi zərbə qapının üzərindən keçir. Talab İzzət Emil Orucov başla uzaqlaşdırır alta. Elvin Səbilmir rəqibini. Daha bir alt temp 50 başda düşdü masda. Təbii ki, Repro Unity komandasına tempin aşağı düşməsi sərf edir. Seriollar özləri istədikləri kimi hal-hazırda oyunu ələ alıblar. Standart vəziyyətlər qazansınlar. Vaxt geçsin. Tempi salsınlar. Onlara bu sərf edir. Ceyhun Sədi Filir topu Enar sürətləndir. Enar ötürmə edir. Bir al çata bilmədi ötürməyə. Əfəndiyev isə çox da zədə alar.
Əyyub Əfəndiyev meydanı tərk edir, axsayaraq. Ümidvarıq zədəsi ciddi olmaz. Emil Orucov. Omran. Emil. İsmail ötürmə Ələskər. Ələskər zərbə dirəkdən meydanı tərk edir. İzzət. Cümə Enara təqiydi. Enar. Elfin. Sağ ol. Talab. İzzət. Üzünə ötürmək bir aldan taban pası Elfin gözləmirdi. Gözləmirdi belə ötürmə edəcəyini. Ceyhon. Sədiş müram edə bilmədi topu. Talab. Salla oynuyor. Sal sağ sınaqdan sürətləndi. Salın zərbəsi. Ramin. Yaxın küncdə diqqətlidir yenə də. Küncdən zərbə. Kiper Zəhdə tutur topu. Artıq dəqiqələr geç-gedə də aralar. Vaxt azalır. 3 qala. Çox yaxındır Repro Unity. İlk turdakı məğlubiyyətdən sonra ikinci turda 3 xal aktivlərinə yazdırdılar. Bu turda 3 xal aktivlərinə yazdırsalar artıq 6 xal. Elvin. Keçmir Ceyhon. Ceyhon. Ötürməsi qarşılandı Əkçü məmləsi. Halil. Salon zərbəsi və korner. Enar. Bilal. Enar. Sağsına Talab. Çekiyə görə İzzət. Sürmə Ələskərdən keçmir. Nədən Ələskərov. Sağ ol. Sağ ol. Ötürmə etdi. Bilal artıq başla zərbə indirməyə hazırlaşırdı və Sədinin müdaxiləsi vaxtında olur. Talab. İzzət. Nədən Talab oynadı. İzzət. Enar. Top ikisi var. Emil Orucov. Orucov qapısında keçdi. Zərbə və gol! Emil Orucov duble imza atır. 3-0 artıq. Bu bitti deməkdir. Bu bitti deməkdir. Artıq 3 qal gəlir. Artıq buradan möcüzə belə xilas edə bilməz. Əsas sələci hissənin bitməsinə təxmini 4 dəqiqə. 4 dəqiqə ərzində 4 qolla geri dönüş. Hər dəqiqə 1 qol. 3 qolla bərabərlik də ola bilər, amma başlanında Repro Unity'dir. Çətindir bir qədər. Təbii ki, Oğuz Edo komandası da güclü oyunculara sahib heyəti var. Amma yenə də psixoloji sarsıntı və psixoloji üstünlük deyə bir şey var. Artıq o psixoloji üstünlüyü əldə edib Repro Unity. Bilal. Bilal. Al. Alınan top meydanı tərk edir. Ceyhon. İntiqam.
Daha bir qol axtarışında deyəsən Repro Unity. Əskər. İntiqamın zərbəsi qapının üzərinə keçir. Sağ. Sağ və intiqam. Sürüşmə kəndini təmiz və düzgün şəkildə yerinə getirir. Enar. Səboy. Zərbə indirdi yaxın 9-luğa, amma Ramin yenə də diqqətlidir qapısında. Qolsuz saxladı bugün qapısına. Hələ ki. Elvindən kesmir alıb. Daha doğrusu Emil'dən. Enar. Enar qüvvətli zərbə indirir, amma qeyri-dəqiq bir zərbə olur. Sol. Qalıb, Enar. Elfi. Enar. Soldan Zeyğan ötürmə Talab. Ayda pozulur. İntiqam topunu yerisində 2 nəfərdən ibarət Canlı Sədqurulov Aşırma zərbə zəhdi yaxı uğursuz alınır. Sağ. Sağ. Zahir. Oğlan da qoşular sol sınaqdan. Öksün əmrəsi. Enar. Olur və beləliklə final üstüdə səsləndirir. Repro Unity komandası 3-0 hesabı ilə qalib gələrək növbəti 3 xalları aktivlərini yazdıraraq artıq qrupda 6-cı xallar aktivlərini yazdırmış olurlar. Biz də reportajımızı bu maraqlı oyundan sona çatdırırıq. Oyun boyunca sizlə mən edib şəxsinə Seydər Seyidli. Növbəti maçlarda görüşmək ümidilə. Sağ olun.